yeganə ölkəyik ki, öz dilində pis danışmaq daha intellektual olmağın göstəricisi sayılır. Yəni güya sən Azərbaycan dilində pis bilirsənsə, daha savadlısan da, çox absurd bir şeydir. Yəni ki, öz dilində pis, nəyisə pis bilmək güya səni daha savadlı eləyir. Başqa bir ölkədə inanmıram ki, belə bir şey olsun. Və ümumiyyətlə mən o kimsə deyir, mən Azərbaycan dilində yaxşı başa düşmürəm. Mən onlara ümumiyyətlə inanmıram. Çünki dəfələrlə olub ki, misal üçün mən işlədiyim köhnə bir iş yerində bir xanım var idi. O da elə deyirdi ki, heç nə başa düşmürəm. Amma bir gün elə oldu ki, onun bir mühasiblə problemi çıxdı pul barəsində. Pul şirin şeydir axı. Mühasib də yaşlı bir kişi idi, heç dil biliyi falan da yox idi. Gedib mühasibin otağına girdi, onunla dalaşanda biz qulaq şahidi olduq və yəni mən şok yaşadım ki, o güya bu ruski yazıçıdır, amma yəni o Azərbaycan dilində heç mən bilmədiyim sözləri istifadə eləyirdi dalaşanda. Yanlış anlamayın, burada mən rus dilli insanlara yəni pis bir şey deyə bilmərəm. Rus sektoruna da çox yaxşı baxıram. Ümumiyyətlə dil biliyi öyrənmək, yəni dil biliyi çox yaxşı bir şeydir. İnsanın dil biliyi olmalıdır. Amma artistlik tamam başqa bir şeydir. Artistlik tamam başqa bir şeydir. Yəni ona qalsa mənim misal üçün anam ingilis dili müəlliməsidir. Atam rus dilini mükəmməl bilir və gəncliyini demək olar ki, bütün Avropa ölkələrində və yaxud Sovet ölkələrində keçirdi. Mən özüm Bakıda liseydə oxumuşam, hansı ki dərslər ingilis dilində keçirilirdi. Təhsili xaricdə almışam. Ona qalsa mən də ən ideal Azərbaycan dilində bilməyən bir insan olmalıyam. Yəni başa düşmürəm Azərbaycan dilində. Amma yəni mən məntiqən çox gözəl bilirəm ki, mən Azərbaycanda yaşayıramsa və özümü intellektual bir şəxs kimi insanlara təqdim eləmək istəyirəmsə, mütləq şəkildə Azərbaycan dilini yaxşı bilməliyəm və özümü ifadə etməliyəm. Hətta mən sosial mediada danışaraq pul qazanıramsa, mənim borcumdur ki, yaxşı danışım. Borcumdur ki, diksiyam yaxşı olsun, danışığım yaxşı olsun. Və insanlar mənim danışığımda da səhv tutanda mən utanıram özümdən təbii ki və düzəltməyə çalışıram bunu. Çalışıram ki, əsl Azərbaycan sözlərindən istifadə edeyim. Nə türk, yəni Osmanlı türkçəsindən, nə də ki, rus dilində olan sözlərdən istifadə edeyim də. Yəni ki, mənə çox absurd gəlir bu Azərbaycan dilində bilməmək məsələsi. Sonda bir daha demək istəyirəm, amma mən yanlış anlamayın. Nə qədər çox dil bilsən, o qədər yaxşıdır. Nə qədər, yəni rus dilli məktəblərə mən bir söz demirəm. Qoyun uşaqlarınızı. Amma Azərbaycan dilində danışa bilməmək intellektual olmağın göstəricisi deyil.